Elhamdülillahi Rabbil alemin və salatu və selamu alə Rasulillahi əmin və alə alihi və sahbihi əcməin. Demək qardaşlarım, qısa ixlas barəsində istədim fayda oxuyaq. Çünki ixlas əməlin ruhudur. Biz bilirik ki, Allah Teala ixlas olmadan heç bir əməli qəbul eləməyəcək. Lakin insanın nəfsində var tanınmaq. İnsan bir əməl eləyəndə insanın nəfsində şöhrət var. İstəyir ki, insanlar onu bilsin. Lakin bilmək lazımdır ki, elə bir əməl yoxdur ki, o əməl ixlasla olsun. Əksər əməllər, elə bir əməl yoxdur ki, o əməl ixlasla olsun, gizlində olsun, Allah Teala onu asmasın, insanlara bəyan eləməsin. Əksər əməlləri, əgər o ixlasla olubsa, səmimi Allah üçün olubsa, bir müddət sonra Allah Teala onu asacaq, insanlara bildirəcək və sənin sevgiyi insanların qəlbinə qoyacaq Allah Teala. Həmçinin bunun əksi, Əbu Darda radiyallahu anhu